Mən evə girəndə ermənilər çörək yeyirdi evdə. Birinci açdım qapı, girdim. Sonrası bir başda kapitan, kim yadıma gəlir, leytenant idi, kapitan idi, ulduzlu idi. Əlimdə də avtomat, mən girdim, düz üstlərinə çıxdım çörək yeyənlərin üstünə. Onlar stolda oturub, dağıqta, kompot, şəkər bura, paxlava, Novruz bayramının son olan vaxtları idi. Birinin ayağı stolun üstündə, nə bilim, nətər. Mən özümü itirdiyimdən, yəni özüm də bilmədən, həmin başda oturan ofisirin boğazına bütün mağazini boşaltdım. Mən bütün mağazini, bir nəfərə boşaltdım. Yəni özümü itirdiyimdən, yəni ola bilsin otaqda hamısını da vura bilərdim. Yəni ki, onlar çörək yedilər, onlar əlində silah yox idi. Onlar silahları sökənmişdi divara, pəncərəyə, ora-bura. Onlar oturub yeyib içirdilər. Yəni bildiyim yer, yəni mən bir nəfər orada bir dənə vura bildim. Onda ki, yəni ki, bəlkə heç nişan almamışdım, prosta ilahidən həll olmuş ki, bütün mənim mağazinim bütün onun boğazına boşalmışdı. Və nə vaxtsa bu gəldi, həmin erməninin mən öldürməyim bəlkə mənə səbəb oldu ki, mən sağ qalmama səbəb oldu. Ki, yəni onlar daha çox işgəncə vermək üçün məni saxladılar ki, onlar onu bildilər ki, mən onu vurdum deyə məni yəni sırazı öldürmədilər bəlkə də. Və mən özümü itirdim, istədim ki, hələ bildim ki, mənə kimsə ocağı kürəyimdən tutub, mən mağazini dəyişdim, mən çevrilə bilmədim. Hələ bildim mənə tutublar, hansı ki, heç kim tutmamışdı. Yəni mən 18 yaşım var idi onda, yəni 19 yaşım var idi, yəni mən uşaq idim, həm düzdür, gözümdə qorxu olmasa da ancaq hiss elədim ki, məni kimsə tutub. Ancaq mən ateş açıb fırlananda gördüm ki, yox, heç kim də tutmayıb məni. Bunlar hamısı qaçmışlar. Bir dənə başda olanı mən vura bilmişdim. Və ateş açacaq mən bayıra. Mən bir dənə ancaq bu sözləri eşitdim. Küçədən erməni səslərini eşitdim ki, türkü, mürkü, sögürdülər. Ana sögüşləri, nə sögüşləri. Daha ona yenə yanıma qalır. Meret kunim deyə bunlar qışqırırlar bayırda ki, belə oy türkü. Və mən ateş açacaq qapıdan çıxdım. Qapıdan çıxan anda məni yandan harla vurdular, nətər vurdular, özüm istəyim yıxıldım. Düz qapının ağzına. Və durub qaçdım. Genə qaçdım, durub darvazaya qaçdım, yola çıxmağa. Darvaza düz sentral yola çıxırdı. Həmin evin darvazası da, girdim həmin evin darvazası. Mən ikinci dəfə arxadan mənə vurulan o da yadıma gəlir. Bədənimin yarısı darvazadan asfalta, yarısı arxada qaldı. Bir daha genə cəhdlədim durub qaçmağa. Durub çıxdım asfalta, gördüm o BTR, tank düz gəlir, düz çatır ora. İndi məni qatıblar BTR-nin tankın qabağına. BTR-in sepli BTR-idir. Sepli BTR-nin qabağına, sən reisin qabağına qaçıram ki, yəni taptalasını kessin, canı qutarsın. Bildim ki, ermənilər əlindəyim. Məni tutmasınlar da, yəni öldürsünlər, qutarım. Reisin altına atırdım, risk fırlatırdılar. Yəni bunlar bir məqsədi var, diri-diri tutmaq. Mənim mümkün çarə, onu istədim ki, oca ayaqlar arasındaydım. Terüsünə ermənilər tullanıb üstündə. Və işgəncələr bundan sonra başladı.